Bu əsərdə hər narın ayrı bir insan kimi öz rəngi və öz kölgəsi var. Amma birlikdə o qədər ahənglidirlər ki, sanki bir ritmdə nəfəs alırlar. Bu əsərdəki nar təkcə meyvə deyil, o bütöv kainatın rəmzidir. Kainatın içini açaraq fərqli olsaq da bir-birimizə necə sıx bağlı olduğumuzu, həmrəyliyimizi göstərmişəm. Bu əsərimdə daxili enerjinin azadlığa çıxışı var. Hər dənə bir fikir, bir hiss kimi sərhədi aşır və canlanır. Mənim üçün bu yaradıcılığın və varlığın anıdır. İçindəki gücü qorxmadan ifadə etmək. Realizmlə modernin vəhdətində yaranan bu əsər izləyiciyə bolluq hissi ilə yanaşı həm vizual, həm də ruhani zövq bəxş edir. Bu əsərdəki 7 nar yaradılışın 7 mərhələsini simvolizə edir. Hər biri bir başlanğıcı təcəssüm etdirir və birlikdə ilahi bir tarazlıq yaradır. Bu əsər sanki suyun dərinliklərində üzən narların metaforasıdır. Mavi fon və dairəvi izlər ruhun sakit amma sirli qatlarını xatırladır. Narlar burada sadəcə meyvə deyil, onlar düşüncələrin və hisslərin səssiz axınına çevrilib. Aydınlıqdan çox dərinlik danışır bu tablodan. Bu əsər alov kimi danışır. Narlar sadəcə meyvə yox, içimizdə yığılan enerjinin partlayışıdır. Sanki içdən gələn bir ehtiras, bir çağırış alova çevrilib. Rənglər yandırmır, amma bizi silkələyir. Bu əsərdə solğun çəhrayı fon incəlik və həssaslıq yaradır.